Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün mən çox ləzzətli, dadlı, ətsiz yalancı dolmanın hazırlanmasını bölüşürəm. Videoya başlamadan öncə kanalıma hələ də abunə deyilsinizsə, abunə olub, videomu bəyənməyi və bildirişləri də aktiv etməyi unutmayın. Keçək indi dolmanın hazırlanmasına. Təzə yarpaq götürmüşəm. Tərtəmiz yuduqdan sonra bu cür dəstə-dəstə edib üst-üstə yığmışam və indi isə üzərinə qaynar su əlavə edirəm. Qaynar su əlavə etdikdən sonra 5-10 dəqiqə suyun içərisində gözlədirəm. Yarpaqlar yumşalır, rəngi də saralır. Yarpaqları gözlədənə qədər başlayıram içliyi hazırlamağa. Bu dolmada göyərti bol olmalıdır. Mən də elə bol götürmüşəm. Dəstələri gözə yarıda öz həyətimdən yığmışam. Keşnik, şüd, nanədən istifadə etdim. Siz istədiyiniz göyərtilərdən əlavə edə bilərsiniz. Bu zövqə görədir. Göyərtiləri hamısını yaxşıca doğrayıb qurtardıqdan sonra başlayıram ərzaqları bir-birinə qatmağa. Burada mən para noxud götürmüşəm. Əvvəlcədəndən bişirmişəm noxudu da. Əlavə edirəm. Üzərindən 1 stəkan yuyulmuş yumru düyü əlavə edirəm. Doğradığım göyərtiləri əlavə edirəm. Ardından soyuq halda olan quyruğu sürtkəcdən keçirtmişəm. Əlavə edirəm onu da. 2 ədəd soğan götürmüşəm. Soğanı siz bol edə bilərsiniz. Bizdə xoşlamadıqları üçün ailədə. Onun üçün az əlavə edirəm mən. 2 ədəd orta boy soğanı sürtkəcdən keçirtib əlavə etdim. Zövqə görə duz əlavə edirəm. Qara istiot əlavə edirəm. Pul biber və sarıkökdən istifadə etdim. Siz öz zövqünüzə görə ədviyyatlardan əlavə edə bilərsiniz. Ədviyyatları da əlavə etdikdən sonra yaxşıca qarışdırıram. Mən quyruq əlavə etdiyim üçün yağ əlavə etmədim. Yarpaqlar da gördüyünüz kimi çox gözəl saralıb və biraz da yumşalıblar. İndi isə başlayıram uc hissələrini kəsib bükməyə. Dolmaları istədiyiniz formada bükə bilərsiniz. İstəsəniz uzunsov formada bükə bilərsiniz. İstəsəniz yumru və yaxud da mənim kimi bu cür dördkünc. Necə istəyirsinizsə elə də bükə bilərsiniz. Artıq bükdüm, dolmalar hazırdır. İndi isə qazanın içərisinə yerləşdirirəm. Öncə dolmaların altından yarpaqlardan sərirəm mən. Sərməyə də bilərsiniz. Mən həmişə bu cür edirəm. Və dolmaları səliqə ilə yan-yana düzürəm. Dolmaları düzdükdən sonra üzərindən də yarpaq sərirəm. Bu məncə mütləq lazımdır. Çünki yarpaqları sərməyəndə dolmanın rəngi dəyişir, qaralır. Bu cür olanda rəngi üstündə qalır. Üzərindən də boşqab yerləşdirirəm və su əlavə edirəm, soyuq su. Qoyuram qazın üzərinə. Təxminən bir yarım saata bişir, hazır olur. Düyüsü bişdi, artıq hazırdır. Artıq dolmamız bişdi, hazırdır. Mən deyərdim ki, ətlə bişən dolmadan heç də fərqlənmir. Çox ləzzətli, dadlı alınır. Hazırlayan hər kəsə nuş olsun. İzlədiyiniz üçün təşəkkür edirəm.